Herkese salam. Bugünkü videomuzda təmirlə əlaqəsi yoxdur. Bugünkü videomuzun məzmunu bugünkü mövzu zaten başlığında da qeyd etmişəm. Həqiqətən mənə hər zaman yəni videolarımda, şərhlərdə Türkiyədən, yəni çoxu Türkiyədən salamlar olaraq qeyd edirlər. Mən də hər kəsə, yəni zaman olduqca tək-tək hər birinə təşəkkürümü bildirirəm. Artıq qərar aldım ki, istəyirəm elə mənim özümün adımdan və Azərbaycandan da Türkiyəyə salam olsun. Həqiqətən təşəkkür edirəm. Yəni əslində belə deyim, açığı, yəni bunu kanalımda əsas aktivliyi ən çox Türkiyədən görmüşəm. Hətta YouTube analizlərində də, kanalımın analizində də baxdığım zaman birinci yerdə Türkiyədir, ikinci yerdə qəribə də olsa Hindistandır, üçüncü yerdə isə Azərbaycandır. Yəni bizim ölkədə açığı bu sahəyə ümumiyyətlə maraq yoxdur, elektronikaya. Yəni bəlkə də texnologiyadan biraz məsafə arada qaldığımız üçün də ola bilər. Amma yəni həqiqətən mənə ən çox gələn dəstək Türkiyədən olub. Tək YouTube-da yazılanlar deyil, hətta e-maillərə də, e-mail adresimə də daim Türkiyədən mənə dəstək olub. Hətta firmalar belə yazıb, iş təklif edənlər olub. Xarici ölkələrdən də, Skype adresimdən də, hətta pul qarşılığında kurs tələb edənlər də olub, yəni istəkçilər də olub elə. Amma ən çox hər zaman mənə dəstək Türkiyədən gəlib. Hətta Necdat Delioğlu'nun kanalında, yəni ki bilirsiniz o kanalı, Türkiyədə məşhur kanallardan biridir. Çox qəribədir ki, Necdat Delioğlu yaşlı, yəni o yaşda olan Azərbaycanda çoxu çayçılarda söhbəti etməklə zamanını keçirir. Halbuki mənim üçün də çox həqiqətən xoşhal idi ki, yəni o yaşda olan bir insan həqiqətən YouTube-dan insanları cəlb edir. Videolarını həqiqətən izləmişəm açığı, yəni səmimi olmağa çalışım ki, yəni videolarını izləmişəm və bir gün Necdat Delioğlu da özü mənə yazmışdı. Hətta yəni kanalımı həqiqətən bəyənmişdi, dedi tək güc kanallardandır ki, bu cür detaylı izahatlarla videolar yerləşdirirsən. Hətta kanalımı pulsuz olaraq da reklam etmişdi. Dost kanal siyahısını əlavə etmişdi, heç bir maddiyyat güdmədən və həqiqətən Necdat Delioğlu, mən özüm də təşəkkürümü bildirdim. Allah razı olsun. Həmçinin mənə salam göndərənlər də Türkiyədən Allah razı olsun hər birindən. Həqiqətən, yəni açığı mən əslində düşünürdüm ki, bizim ölkədən daha çox dəstək gələr, amma gördüm ki, ümid yoxdur. Zaten ümidim yox idi açığı, yəni səmimi olaq. Yəni burada məqsədim yəni sırf Azərbaycandan dəstək olmadığı üçün pisləmək niyyətim yox, amma yəni real olan öndədir. Yəni haqq haqdır. Haqqı danmaq olmaz əslində. Belə, yəni nə deyim, bəlkə də gələcəkdə bəlkə də kanalımın reytingi daha da yüksəyə çıxar və dəstəkçilərimizdən biri də elə özümüzün ölkəsindən olar. Yenə də Türkiyəyə salam olsun. İnşallah növbəti dərsimizdə görüşərik. Açığı hər gün zamanım olmur, həm də hər gün problemlər gəlmir. Yəni onları zaman olmur videoya qeyd etməyə. İnşallah zaman olduqca bacardığım qədər, əlimdən gəldiyi qədər videolar yerləşdirməyə çalışıram. Belə əsasən açığı bir müddətdən sonra mənim kanalım
Bakıda da artıq məşhurlaşmışdı. Orada da elə danışırdılar mənim kanalım haqqında. Hətta kanalımın yüksəlməsi bir çoxlarının yəni paxıllıq niyyətləri də ortaya çıxdı. Çox qəribədir ki, Türkiyədə yəni elə bir şey olmamışdı həqiqətən. Yəni belə deyim də açığı, yəni paxıllıq niyyətini bildirən heç kəs olmamışdı. Əksinə daim dəstək gəlirdi, amma bizim ölkədən artıq yavaş-yavaş bəzi dırnaqarası ustalar paxıllıq etməyə çalışırdı. Bu da məlumdur. İnsanın elmi elə bir şeydir ki, müəyyən elmə kimi gəlirsən, artıq onun elminə çata bilmədiyi üçün məcburən digər hissini, yəni paxıllıq hissini önə verirsən. Yəni paxıllıqla nəsə əldə etmək istəyirsən, təbii ki, paxıllıqla heç bir əldə etmək olmaz. Mən bu elmi həqiqətən Rəbbimin izni ilə öyrənmişəm. Yəni hər zamanda, hər bir işimdə Rəbbimə əlhəmdülillah deyirəm, şükür edirəm ki, bu sahədəyəm və ən sevdiyim işlərdən biridir həqiqətən. Yəni sevərək bu işi görürəm, sırf maddiyyat deyil. Yəni əgər maddiyyata qalsaydı, indi mən daha yüksəklərdə ola bilərdim. Amma bununla yetinməyə də biz şükür edirik, çünki həqiqətən sahib olmayanlar var. Ona görə də hər zaman şükür etmək lazımdır. Belə, inşallah görüşərik. İnşallah Türkiyə yolum düşsə, bir xəbər edəcəm kanalımda. Görüşmək istəyənlər inşallah gələr. Yəqin ki, çoxluq olar. Həqiqətən Türkiyəyə çox dəvət ediblər məni. Tam səmimi deyirəm, işlə əlaqədar da, həmçinin nə vaxt istəsən, Vüsal gələ bilərsən Türkiyəyə, hər zaman qonağımızsan. Çox sağ olun, həqiqətən. Yəni bilirdim ki, təşrif etdikləri şeydə, niyyətlərində xoş niyyətdir. Yəni sırf elə söz olsun deyə deyil. Belə bu qədər. İnşallah görüşərik. Salam aleykum. Her şey için teşekkürler. Kerem'e kanalına arkadaşlar. Bu kanalda benim dikkatimi çeken bir kanal ama abone sayısına bakın arkadaşlar. 2829. Gerçekten çok kaliteli. Aynen bizim kanalda olduğu gibi arkadaşımız bilgisayar ağırlıklı videolar çekiyor. Daha doğrusu genelde laptop üzerine videolar çekiyor. Özellikle elektronik okuyan arkadaşları buraya davet ediyorum. Gelin arkadaşlar, burada gerçekten çok sıkı videolar var, sizleri bekliyor. Abone olarak bu kanalı da takip edebilirsiniz. Hakkında'ya girelim. 2829 abone, 466.000 görüntüleme. Gerçekten yazık böyle bir kanala bu görüntüleme, bu abone hiç yakışmıyor. Müsel kardeşimiz, sanırım Müsel burada R ters okunuyor zannediyorum. Kendisi de bizi dost kanal olarak gördüğünüz gibi zaten eklemiş. Benim de dost kanallarımdan birisi kendisi ve gerçekten içerikleri kaliteli ve 10 numara içerikler üreten bir kardeşimiz. Kendisine Türkiye'den kucak dolusu sevgiler,